Özelliklə bizim son dövrlər, təcrübələr onu göstərir ki, hansı məhsulun ixracını eləyiriksə, həmin məhsulun ölkədə sabit qiymətini də saxlaya bilir və ölkəni tam təmin eləyə bilirik. Məsələn, süfrə yumurtası və qeyd etdiyim kimi, o cümlədən qoyunçuluqda qoyun ətinin ixracına biz tam nail ola bilərik. Tam. Heç bir problemi. Bəli. Həm birincisi qapalı şəraitdə, mən üzr istəyirəm, qapalı intensiv şəraitdə biz bunun bəslənməsinə nail ola bilərik. Bir. İkincisi, bundan öncə danışdığımız kimi erkən kəsimin qarşısını alsaq. Erkən kəsimin qarşısını 1 kilo alsaq belə biz tam təminatı 100%-ə qaldırırıq. 2 kilo alsaq belə 4000 ton ixrac edirik. Elə bir mexanizm söyləndi ki, onu artım eləmək üçün. Bu illərlə başa gəlir. Heç bir şey, heç bir, orada bax bu gün üçün hər kəs heyvan bazarına, heyvanını aparır, kəsimini orada etdirir. Bəli. Niyə? Orada etdirəndə oradan sənəd alır, onun subsidiyasını alır və digərlərini alır. Bunu cəlb edicilik yaradıblar. Heç kim daha artıq küçədə ət satmır. Nəxud küçədə süd satmır. Bunların hamısını indi ən yaxşı yolu Eldəniz müəllim də qeyd etdi ki, subsidiyalaşdırma, həvəsləndirməklə. Bu birdən-birə olmur ki, bu asta-asta gəlib, artıq bu həddə çatıb. Baxın, biz 1965-ci ildə, mən çox-çox analitiklər ona görədir ki, bu həddə çatmamış bunun qarşısını alsa. 1965-ci ildə özəlliklə ölkə əhalisinin buğda tələbatını 35%-ni ödəyirdik. Bəli. Doğru mu? Bəli. Bir 65%-ni ödəyirdik. Amma 10 milyonu. 1965-də 6 milyon idi. Ət tələbatının həmin dövrdə 42%-ni ödəyirdik. Bugün 84%-ni ödəyirik. 6 milyon yarım ara, 10 milyon yarım ara. Yəni, insanların istehlakı da artır. Biz 2002-ci ildə ölkədə toyuq əti, üzr istəyirəm. 2002-ci ildə toyuq əti istehlak adam başına eləyirdiksə də 6 kilo, bir il eləyirik 18 kilo. 3 dəfə çox. İstehlak edir. Bəli. Demək ona görə ki, qoyun əti, mal əti bahadır, amma toyuq əti yox, qoyun əti, mal əti də qalxır. Bizim ümumi ət istehlakımız 2002-ci ildə 18 kiloydusa da, bir il 36 kilodur. 2 dəfə qalxır. Yəni, İstehlak da qalxır, əhalinin sayı da qalxır. Eldəniz müəllim dediyi kimi, bu torpaq eyni şəkildə qalıbdır da. Biz bu torpaqdan səmərəli istifadə eləməliyik. Nə etməliyik? Torpağa elmi yanaşmalıyıq. Bizim fermerlər də elmi yanaşmalıdır. Elm mərkəzləri olmalıdır. Dövlət proqramı onun üçün qəbul olundu ki, baxın, üzümçülüklə bağlı dövlət proqramı qəbul olundu. Üzümçülüyün inkişafına baxın, yüksək səviyyədə. Quşçuluqla bağlı 120 milyon 2000